qırağa. Siz cemaati pulla yığırsınız ora Lezgi meçidinə. Mən isə cemaati ancaq Allahın ayəsi ilə. Bizim fərqimiz bundadır. Siz bütün Bakıda yığırsınız o qədər adamı. Mən isə müxalif qüvvələrin içərisində yığıram. Buna mənə Allah kömək edir. Ona görə də çaşmayın. Siz cemaati ora pulla, ora gələnlər ancaq pul şeyindədir ki, kimsə hardasa ərəblərdən biraz pul alarıq, neyniyərik? Mən bunu gördüm, mən onlara, mən alırdım, mən qardaş kimi getmişdim. Allah yolda. Sonra pulları kəsən kimi mövqemizi dəyişdik. Pulları kəsməyiblər, mən ayağımı kəsmişim oradan. Kəsdilər, mövqeyi dəyişdik. Yox, la ilahe illallah. La ilahe, sən heç nə bilmirsən. Gəldik, la ilahe illallah. Bu haqsava girmiyor, qala bilməsinlər, yaxşı. Estağfurullah, heç bilməsinlər, gizlin deyil. İndi mən cavab verim. Bu işin içində, Yusuf da var, Yalçın da var, sonra orada başqası da var. Mən onun pulun kesilməsinin də, qabazdan deyəndə, mən onlara dedim, onlar bizə pulu Allah xatirinə, yox, söz verəndə Allah xatirinə demişdi, sonra hədis xatirinə verdilər. Bu özü Allahın Quranını təksib etməkdir, gerək köməyi.